nar olanı. Adilma nar göstermedi. Var yaşlı. Ha, bu adına dalsın, adil şey dersin. Kesin dersin. Yok ona atlayalım onu. Hal-hazırda gördüyünüz bu ərazi Bərdən Meşəbəy, 13 saylı Bərdən Meşəbəyliyinin o hansı ki qeyd etdiyim ərazidir, kartofka olan ərazi. Narların, böyük diametr ağacların kəsilib kartofka da köydən çıxarılması faktlarını mən idarə əməkdaşları ilə aşkar etmişik, çağırıb gətirilmişdim onları. Hal-hazırda bu ərazilərdə təmizləmə işi aparılır. Məzahir Qasımov, Hümbətov Ənvər Qəhrəmanoğlu və Cəfərli Yunis Dilavəroğlu işə gəlməyən. Hümbətov Ənvər Qəhrəmanoğlu da o gözətçiyə, işə gəlməyən gözətçiyə hər gün tabel yazmaqla məşğuldur. Görürsünüz də, traktorlar yığılır, şaxşəvəli daşınır. Yeri örtbasdır eləyirlər. Yəni problemlərini azaltmaq üçün kökləri, şaxını, şəvəlini hamısını yığıb daşıyırlar. Həmin bu ərazidir. İşarət ağacları göstərirəm sizə. Ərazidəyəm. O karşofka olan ərazi. Var cənab nazir, hörmətli nazir. 13 saylı Bərdə Regional Mülkiyyət Təsərrüfatı Mərkəzinin direktoru Məzahir Qasımov, onun sahə rəisi Hümbətov Ənvər Qəhrəmanoğlu'nun gördüyü işlər. Bu gördüyünüz ərazidə güclü karşofka işləri aparılıb, nar köklərinin ləğv olunması, narcızların, belə narcızlar olur, ləğv olunması və yulğun ağacları. Hansı ki qırmızı kitaba düşmüş yulğun ağacları. Bax, traktor vasitəsilə belə bir kütləvi qırıntı yaradıb töküblər ora öz şəxsi monopoliyaları üçün. Bax, hal-hazırda bu ərazidəyəm. Baxın, nar. Bu hamısı nar köyləridir. Hamısı nar köyləridir.